Salam uşaqlar, bugünkü mövzumuz bir neçə əməl daxil olan tənliklərin həlli. Səhifə 16, 17, 18. Başlayaq dərsimizə. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Bir neçə əməl daxil olan tənliklərin həlli hansı formadadır uşaqlar? Biz sizinlə keçən səfər adi tənliklərin həlli haqqında danışdıq. Dedik, x plus 3 bərabərdə 6 olarsa nə ayırırıq? Bir dənə yazım, x plus 3 bərabərdir, tutaq ki 6 verilibsə, demişdik ki, plussa hər iki tərəfdən çıxmalısan 3-ü. Düzdürmü? Məsələn, bu formada minus verilibsə tənlikdə, hər iki tərəfin üzərinə gəlməlisən 3-ü. Demişdik, x vurulsun 3 verilibsə, hər iki tərəfi 3-ə bölməlisən. Və yaxud da ki, x bölünsün 3 verilibsə, yəni tərsini yerinə yetirməlisən. Hər iki tərəfi 3-ə vurmalısan. 2x tək qalsın, x-in qiymətini tapaq. Bu formada təyin eləmişdik. Əgər uşaqlar bu mövzuya baxmamısınızsa, birinci buna baxın. Sadə tənliyin həllinə baxın. Sonra bu birisi mövzuya baxın. Yaxşımı? Mütləq şəkildə. İndi başlayaq dərsimizə. Bir neçə əməl verilmiş tənliyin həlli nə deməkdir uşaqlar? Məsələn, bizə verilib. Elə kitabdakı nümunədən başlayıram işləməyə. Verilib. Deyir ki, 3x üzərinə gəlsin 2 bərabərdir 8 verilmişdir. Mənə deyir ki, bu tənliyi həll elə. Uşaqlar, biz tənliyi həll eləyəndə x-i tək saxlamağa çalışırıq ki, x nədir? Tək qalsın, başa düşək ki, x nəyə bərabərdir? X-i tək saxlamaq üçün yanındakıları yoxa çıxartmağa çalışacağım. Birinci, uşaqlar, ən axırıncı yadınızda saxlayın. Hansı əməli yerinə yetirmişsinizsə, ən birincidə onu yoxa çıxartmalısınız. Bu cavabı tapmaq üçün ən axırda üstünə 2 gəlmişsiniz, sonra 8 almışsınız, düzdürmü? Deməli, hər tərəfdən 2-ni çıxacaq. Ki, görün bu 3x deyilən şey nədir? Yazıram. 3x plus 2. Bax, yenə də eyni tənlikdir. Hər tərəfdən 2-ni çıxıram ki, bu 2 getsin, yoxa çıxsın. Hər tərəfdən 2-ni çıxıram. Qaldı. 2 getdi burada. 3x bərabərdir. 8 çıxılsın ki, 6. Bunu aldım. Bunu alandan sonra mən bilirəm ki, 3x yazılıbsa, bu nə deməkdir? 3 vurulsun x deməkdir. İndi vurmadırsa, hər tərəfi böləcəyik demişdikmi? Hər tərəfi 3-ə böləcəm. Bu tərəfi də 3-ə bölünəm, bu tərəfi də. Yəni, 3x böl 3 bərabərdir. 6 bölünsün 3. Burada 3'lər getdi, x tək qaldı. Bizim istədiyimizə çatdıq. X bərabərdir 6 bölünsün 3 eləyir 2. Uşaqlar, x-in 2 qiymətini də ödəyəcək. Tənlikdə götürüb yerinə qoyursunuz qiyməti. Baxın, görün, ödəyirmi? Doğru almışsınızmı cavabı? Mütləq şəkildə. Yazıram. 3 vurulsun x-in yerində neçə oldu? 2 vurulsun 2 plus 2. 3'ü vuranda 2'ye neçə eləyir? 6. 6'nın üstünə 2 gəldi neçə eləyir? 8. Bərabərdir 8. Doğru bərabərdir aldım. Deməli, cavabımız düz imiş. Bu formada təyin edirik. Bu aydındır uşaqlar. Yəni, burada ola bilər ki, uşaqlar bir neçə addım yerinə yetirə bilərsiniz. Gəlin indi suallar üzərindən baxaq görək. Kitabda hansı suallar verilib? Nümunələr üzərindən izah edəcəm, ardını deyəcəm. Misal 7-dən başlayıram. Deyir ki, təsvir olunan tərəzilər tarazlıqdadır. Uyğun tənlikləri yazın və həll edin. Aha, tərəzi tarazlıqdadır verilib. Baxın uşaqlar, burada nə var A variantında? Diqqətlə bura baxaq. Yəni, tərəzi tarazlıqdadır mənası nədir? Bu bərabərdir buna. Yəni, eyni kütlədir burada. Uşaqlar, x plus x bizə nəyi verir? 2'dən x verirmi? 2x plus 3. Birinci bu tərəfi yazıram. Bu birisi tərəfdə nə var? 45. Bərabərdir 45 yaza bilərəm. Tənliyi qurdum. Birinci tənliyi qururuq. Deyirəm, bunu həll eləmək üçün nə qayırmalıyam? Hər iki tərəfdən 3'ü çıxmalıyam. Çıx 3. 45 çıxılsın 3.
3'lər getdi. 2x bərabərdir 42. Bunu aldım. Burada vırdırsa, demişdik hər tərəfi bölməliyik. Bu tərəfi də bölünəm 2-yə, bu birisi tərəfi də bölünəm 2-yə. Qaldı x bərabərdir 21. Yerinə qoyub yoxlayırsınız. 2 vur 21, 42. 42 plus 3, 45. Həqiqətən də doğru imiş yazdığımız. Bir dənə də bəndi mən işləyirəm. B variantını özünüz. C-ni mən işləyirəm. Baxın uşaqlar, x-in sadəcə 4-dən biri. 4 yerə bölüb 1-ni götürüb. Yəni, burada verilir x bölünsün 4. Plus üzərinə də gəlinib 7 qram. Bərabər verib nəyə? Bu birisi tərəfdə nə var? 27 qram. İndi uşaqlar, burada plusdursa, hər tərəfdən nə ayıracam? Çıxacam 7-ni. X bölünsün 4 plus 7 olduğu kimi yazıram. Çıx 7, 27 çıxılsın 7. 7'lər getdi. Qaldı. X bölünsün 4 bərabərdir 20'ye. Bu hissəni yazdım. İndi uşaqlar, x-i 4'ə bölmüşəmsə nə ayırmalıyıq? Vurmalıyıq 4'ə. Hər tərəfi vururam 4'ə. Vur 4, 20, vur 4. Burada böldüm 4'ə, vurdum 4'ə, bir-birindən getdi. Bir sözlə qaldı x tək. X bərabərdir 80 olduqda ödəyir. Qiyməti yerinə qoyun, yoxlayın. 80 bölünsün 4. Plus 7 bərabərdir 27. Görün bu bərabərliyi neçə alınır? 80 bölünsün 4, 20. 20 plus 7, 27. 27 bərabərdir 27'ye doğru bərabərliyi alınır. Düz imiş yazdığımız. Keçirik 8-ci suala. 8-ci sualda 2-3 dənəsini işləyək. Hətta 5 dənəsini işləyim inşallah. Xeylaq nömrə işləyim ki, tam başa düşəsiniz. 8-ci sualda görək nə deyir. Uşaqlar, gələcəkdə imtahanlarda mütləq şəkildə bu formada tənliklərdən düşür. Heç olmasa bir dənə sual tənlik düşür. Məsələn, qəbul imtahanı, buraxılış imtahanı. Onlara düzdür, hələm sizdə çox var. Amma yenə də olmasa bilin ki, əsas mövzulardandır da. Düşür. Məsələn, verilib 8-ci suala baxırıq. 3x plus 0,8 bərabərdir 5. Bir dənə bunu yazım. Bir dənə də 5x minus 2 bərabərdir 23. Bunu da yazaq. Gəlin bu ikisini yazım sonra. Yenə də baxacağım. Hər tərəfdən nə ayırıram? Çıxıram 0,8'i. 3x plus 0,8 çıx 0,8. 5 çıxılsın 0,8. 0,8'lər getdi. Bu tərəfdə qaldı 3x bərabərdir. 5'dən 0,8 çıxmağı bilirik də uşaqlar. Bilmiriksə, keçirsiniz. Natural ədəddən onluq kəsirin çıxılması mövzusu var. Ona izahını vermişəm. Ona baxın, görün necəydi. Burada bir dəfə də mən təkrarlayayım. 5'dən çıxanda 0,8'də alt-alta yazırdınız. 5'in vergülü hanı? Uşaqlar, natural ədədin vergülü ən axırındadır. Və axırına istədiyin qədər sıfırı yaza bilərsən. 1000 dənə sıfırı yaz, problem yoxdur. Mənə hələlik bir dənə lazımdır. Yazdım. Vergül vergülün altına uşaqlar çıxanda, toplayanda mütləq şəkildə vergül vergülün altına, təklik təkliyin altına, onluq onluğun altına, onda bir onda birin altına, təklik təkliyin altına, onda bir onda birin altına. Birim verdim. Ondan çıxanda 8, 2. Qaldı 4. 4'dən çıxanda 0, 4. Cavab elədi 4 tam. Onda 2. Bu hissəni yazdım. Keçirik ardına. Yazdıq. 3 vurulsun. 4x-imiz bərabər oldu 4,2'ye. Uşaqlar vırdırsa bu üzə keçəndə nə olurdu? Hər tərəfi bölməliydik. Bu üzü də bölünəm 3'ə, bu tərəfi də bölünəm 3'ə. Burada qaldı x bərabərdir 4,2'ni 3'ə böləndə. 4'ün içində 3. Bir dəfə vergülü qoydum, vergülə çatdı.
1 artıq qalmışdı 12. 12-nin içində 3, 4 dəfə 1,4 olanda ödəyir. Yerinə qoyursunuz, yoxlayırsınız. 3 vursun 1,4 plus 0,8. 3 vuranda 1,4-də 4,2 eləyir həqiqətən də. 4,2-nin üzərində 0,8 gələndə 5 eləyir. Bərabərlik doğrudur. Burada minus dursa, hər iki tərəfin üzərinə 2 gələcək. Bu tərəfin də üstünə 2 gələn, bu tərəfin də üstünə 2 gələn. Burada 2 ilə 2 getdi. 5x bərabərdir 25. Bunu yazdım. Hər tərəfi 5-ə bölürəm. Gəlin bir problem yazım. Bu tərəfi də bölürəm 5-ə, bu tərəfi də bölürəm 5-ə. Qaldı. X bərabərdir 25 5-ə böləndə neçə edir? 5. Yerinə qoyun, yoxlayın. 5 vurulsun 5, 25. 25-dən 2 çıxanda neçə edir? 23. Doğru bərabərliyi alınır. Keçək bir dənə sual üzərindən baxaq. 6x çıxılsın 3-də 1 bərabərdir 3-də 5. Nə eləməliyik uşaqlar? Hər iki tərəfin üzərinə 3-də 1 gəlməliyik. 2 çıx 3-də 1 yoxa çıxırsın. Çıx 3-də 1 plus 3-də 1 bərabərdir 3-də 5 plus 3-də 1. Bunlar getdi. Qaldı 6x bərabərdir. Məxrəc olduğu kimi qalır. Sürətlər toplam 5 plus 1 elədi 6. 6-nı böləndə 3-ə neçə edir uşaqlar? 2. 6x bərabərdir 2. Bu sizə kimi aydındırmı uşaqlar? Bunu yazandan sonra burada vurdursa hər tərəfə 6-ya bölməliyəmmi? Onu da yazıram. X bərabərdir 2 bölünsün 6. Bu da bərabərdir 1, 3. 3-də 1 ixtisar aparanda cavab edirik. X-in hansı qiymətində ödəyəcək? 3-də 1 qiymətində ödəyəcək. Yerinə qoyun, ölçünüz yoxlayın uşaqlar bu sualı. Bir dənə də buna aid nümunə yazıram. Keçsəm o birisi sualımıza. Verilib bizə 4x çıxılsın 4-də 3. İnşallah 4-də 3 nə deməkdir? %75 düzdürmü? Sürətdə məxrəci də 25-ə vuranda %75, yəni 0,75. Bərabərdir 1,25-ə. Hər iki tərəfin üzərinə 1,25-ə. Hər iki tərəfin üzərinə 0,75 gəlir ki, getsin. Plus 0,75. Bu da bərabərdir 1,25. Üzərinə gəlsin 0,75. Keçdik. Bunlar getdi. 4x bərabərdir. 1,25-in üzərinə 0,75 gələndə 6 toplayanda eləyir cavabımız 2. Burada vurdursa hər tərəfi böləcəm 4-ə. Qaldı x bərabərdir. Sürətlə məxrəci 2-yə böləndə 1, 2-yə böləndə 2. 2-də 1. X-in hansı qiymətində ödəyəcək? 2-də 1 qiymətində ödəyəcək. Yəni 0,5. Bu formada təyin olundu. Keçirik misal 9-a. 9-da olan suallara baxaq uşaqlar. Uşaqlar, misal 8-ci sualda. Bax, vururdu, bölürdü, sonra toplayıb çıxırdı. Yəni, toplama çıxma axırıncı əməl idi. Ona görə birinci o toplamağa çıxmağı yoxa çıxartmağa çalışdım. Amma misal 9-cu sualda başqa formadadır. Axırda vurur və yaxud da bölür bu tip suallarda. Baxın. Bərabərdir 14. Bax, birinci üzərinə gəlir, ədədin üzərinə 3 gəlir. Sonra vurur. Vurma ən axırıncı əməldir. Demişdik, biz nə isə yoxa çıxardanda birinci ən axırıncı əməli yoxa çıxartmalıyıq. Deyirəm, görəsən nəyi? Vuranda 2-yə 14 edir.
2'yə vurubsa, hər iki tərəfi bölürəm 2'yə. 1 promil. Bu tərəfi də bölürəm 2'yə. Bu tərəfi də bölə bilirəm 2'yə. Bərabərliyin hər iki tərəfini eyni bir ədədə böldükdə və yaxud da vurduqda bərabərlik pozulmur. Böldüyümüz ədəd bir daha 0 ola bilməz. 2'yə böldüm. 2'lər getdi mi? Qaldı mı solda sadəcə x plus 3? Bərabərdir. 14 bölünsün 2 neçə edir? 7. Uşaqlar bu sir kimi yazdıq. Bunu yazandan sonra plusdursa hər tərəfdən 3 çıxacaq. X bərabərdir. 7-dən 3 çıxanda elədir 4. X-in 4 qiymətini də ödəyir. Yerinə qoyub yoxlayıram. 4 plus 3 elədi 7. 7-ni də vuranda 2, 14 eləyir mi? Qurtardı. Deməli, istədiyimiz formanı aldıq. Keçirəm bir dənə də nümunə üzərindən işləyirəm. Verilib. 5 vurulsun, x çıxılsın 2. Bərabərdir 1,5. Uşaqlar, biz əməl işləyəndə demişdik ki, birinci 2'ni çıxır, sonra vurub 5'ə, düzdürmü? Axırıncı nə qayırıb? Vurub 5'ə. Deməli, hər tərəfi 5'ə böləcəm ki, bu 5 yoxa çıxsın. Hər tərəfi bölürəm 5'ə. Bu tərəfi də bölürəm 5'ə. Bu tərəfi də bölürəm 5'ə. 5 getdi. Qaldı sadəcə x çıxılsın 2. 1,5'i böləndə 5'ə elədi 0,3. Hər tərəfin üzərinə gələm 2'ni. X çıxılsın 2 plus 2 0,3 plus 2. Mənfi 2'nə müsbət 2 getdi. X bərabərdir. 2'nin üzərinə 0,3 gələndə eləyir 2,3. Uşaqlar, yerinə qoyub yoxlaya bilərsiniz. Bir dənə də sual üzərindən baxıram, bölməyə baxacam uşaqlar. Bölmənin 2 dənə də formasına baxın. Vurmanın yerdə qalanları siz özünüz. Hətta bölmənin bir dənə formasına mən baxın, birini siz işləyin ki, birinci necə olacaq. Bölmənin birini işləyəcəm. Verilib. X plus 3 bölünsün 2 bərabərdir 5. Deməli, axırda bölüb 2'yə. Deməli, nə qayıracaq? Hər tərəfi vuracaq 2'yə. Bu tərəfi də vururuq 2'yə, o birisi tərəfi də, solu da, sağı da. Böl 2. Vur 2, 5 vurulsun 2. Böl 2 ilə vur 2 getdi. Qaldı x plus 3 bərabərdir. 5 vuranda 2 elədi 10. Burada plusdursa, hər tərəfdən dedik ki, 3'ü çıxırıq. X plus 3 çıxılsın 3, 10 çıxılsın 3. Bunlar getdi, x tək qaldı. X bərabərdir 10 çıxılsın 3, eləyir 7. Uşaqlar, yoxlayırıq. 7 plus 3, 10. 10 bölünsün 2, 5. Həqiqətən də doğru alınır bərabərlik. Növbətinə özünüz, yerdinə qalırsa özünüz. Keçirik 10-cu suala. 10-cu sualda gözləyək bizə nə deyir? Onuncu sualda verilib. X bölünsün 2 bərabər çıxılsın 0,4 bərabər də 2,6. Uşaqlar, baxın, 8-ci sualla eyni tip sualdır. Bax, 2'yə bölüb, sonra çıxıb 0,4. Deməli, hər tərəfin üzərinə 0,4 gəlməliyəm. X bölünsün 2 yazıram. X bölünsün 2 çıxılsın 0,4 plus 0,4 bərabər də 2,6 plus 0,4. Bu 0,4'lər getdi. Qaldı x bölünsün 2 bərabərdir 3'ə. Böldürsə, hər tərəfi vurmalıyam. 2'yə. Vurdum 2'yə, 3'ü də vurdum 2'yə. Bunlar getdi mi? 2 yoxa çıxdı. X bərabərdir 6. İfadənin qiymətini yoxlayıram. 6 bölünsün 2. Çıxılsın 0,4 bərabərdir 2,6'ya. 6'ı böləndə 2'yə. 3, 3'dən 0,4 çıxanda həqiqətində 2,6. 2,6 bərabərdir 2,6'ya. Doğru bərabərliyi aldıq. X-in 6 qiymətini də ödəyir. Keçirəm bir dənə də bəndini yazıram.
Verilib bizə x bölünsün 4, çıxılsın 3 bərabərdir 3. Ən axırda 3 çıxıb deyə hər tərəfin üzərinə 3 gələcəm. Bu tərəfin də üstünə 3 gəlirik, solun da üstünə 3 gəlirik, sağında. Plus 3 bərabərdir 3 plus 3. 3'lər getdi, qaldı x bölünsün 4 bərabərdir 6-ya. Bölmədirsə hər tərəfi 4'ə vuracam. X bölünsün 4 vur 4 bərabərdir 6 vurulsun 4. Böl 4 ilə vur 4 getdi, qaldı x bərabərdir 6 vurulsun 4 elədi 24. X-in 24 qiymətində ödəyir. Bir də gəlin yoxlayaq. 24 böl 4 elədi 6. 6'dan çıxanda 3 eləyir 3. Həqiqətən də bərabərlik doğrudur. Deməli, tənliyin köküdür. X bərabərdir 24 olanda ödəyir. Baxıram digər bəndlərə. Məsələn, H variantına baxıram. X bölünsün 10 bərabərdir. Bütün suallar eyni tipdir. Bir-ikisini də işləyəcəm inşallah. Qalanın özünüz. Çünki eyni tipli suallardır. Başqa bir tip yoxdur. X böl, X böl, X böl. Bir dənə plusla minusu fərqlənir. Minusdursa plus yazıram, plusdursa minus yazıram. Başqa bir şey, qayda yoxdur burada. Çıxılsın 0,8 bərabərdir 5'də 1. 5'də 1 nə deməkdir uşaqlar? Sürətli məxrəcdə 2'yə vursam, 10'da 2 demək deyil. Yəni, bərabərdir 0,2 yazsam, birbaşa olar. Şey yazdım. Keçirəm ardına. Axırda çıxıb 0,8 demək nə ayırmalıyıq? Üstünə 0,8 gəlməliyik hər iki tərəfin. Yazıram x bölünsün 10. Çıx 0,8 bərabərdir. Plus 0,8 bərabərdir 0,2 plus 0,8. 0,8'lər getdi, qaldı x bölünsün 10 bərabərdir 1. Cəm elədi 1. Burada böldürsə hər tərəfə 10'a vuracam. X böl 10 vur 10 bərabərdir 1 vurulsun 10. Böl 10'dan vur 10 getdi. X bərabərdir 1 vurulsun 10 elədi 10. X-in 10 qiymətini də ödəyəcək. Gəlin yoxlayaq. 10 böl 10 1. 1 çıxılsın 0,8. Həqiqətən də 0,2 edir. Doğru bərabərliyi alınır. Keçək. Bir də 2 dənəsində toplanma formasında işləyək. Sonra keçək 11-ci suala. Verilib. L'dir də bu. L variantına baxıram. X bölünsün 3 plus 0,4 bərabərdir 4'ə. Deməli, axırda verilib plus 0,4. 0,4 gəlibsə, deməli, hər iki tərəfdən 0,4 çıxmalıyım. X bölü 3 plus 0,4 çıx 0,4 bərabərdir 4 çıxılsın 0,4. Bunlar getdi, qaldı x bölünsün 3 bərabərdir 4'dən çıxanda 0,4'ə elədi 3,6. Burada böldürsə, hər tərəfi 3'ə vurmalıyam. X bölü 3 vur 3 bərabərdir 3,6 vurulsun 3. Bölüsüdən vur 3 getdi, qaldı x tək. X bərabərdir 3,6'nı vuranda 3'ə eləyir 10,8. Qurtardım. İfadənin qiyməti bu. Bir dənəsinə də baxaq. Verilib O variantında. O'ya baxıram. Buranı silim. Ortadan çəkim. Xəttə. Verilib O variantında x bölünsün 6 plus 3'də 1 bərabərdir 3'də 2. X bölünsün 6 plusdursa hər iki tərəfdən 3'də 1'i çıxmalıyım. Çıx 3'də 1 bərabərdir 3'də 2 çıxılsın 3'də 1. Burada getdi x bölünsün 6 bərabərdir 3'də 2'dən 3'də 1 çıxanda məxrəc olduğu kimi qalır. Sürətlər çıxılır. 2 çıxılsın 1 elədi 1. Burada böl 6'dırsa hər iki tərəfi vuracam 6'ya.
Böl 6 vur 6. 3'te 1 vurulsun 6. Burada 6'lar getdi. X bərabərdir. 3'te 1'i vuranda 6'ya. 3'e böldüm 1. 3'e böldüm 2. X bərabərdir 2. Şu ifadənin qiyməti nəyə bərabərdir? 2'ye bərabərdir. 2 olan da ödəyir. Qurtardı uşaqlar. 10-cu sual bu formada təyin olunur. Aydın uşaqlar, qalan yerdə hansı variant varsa özünüz işləyirsiniz. Çünki başqa bir burada, yəni 10-cu sualda 2 tip nümunə var. Başqa tip yoxdur. 2 izah edeyim. Keçdik 11-ci suala. Bərabərliyin sol tərəfindəki ifadəni sadələşdirin və tənliyi həll edin. Aha. Gəlin baxaq. Verilib bizə. Birinci uşaqlar sadələşdirəcəyik, sonra həll edəcəyik. Uşaqlar biz sizinlə demişdik ki, tənliyi sadələşdirəndə, dəyişənli ifadəni sadələşdirəndə necə sadələşdirirdik? Dəyişənlə dəyişəni bir toplayıb çıxırdıq, sabitlə sabiti, düzdürmü? Gəlin baxaq, verilib 2x plus 4x bərabərdir 12. Uşaqlar, ikisi də dəyişəndir. 2 dənə x, 4 dənə x sabit bir ədəd deyil. Deməli, bunları toplayacağım. 2 dənə x-in üzərində 4 dənə x şəhəndə neçə edirdi? 6 dənə x bərabərdir 12. Sadə sual. Burada vurdu. Hər şey tərəfi 6'ya böləcəm. Başqa bir sual yoxdur. Bu tərəfi də bölünəm 6'ya, bu tərəfi də bölünəm 6'ya. X bərabərdir 12 bölünsün 6, elədir 2. X-in 2 qiymətində ödəyir. Siz yoxlayın, baxın, doğru aldınızmı? 2 vur 2, 4. 4 vur 2, 8. 4 üzərinə gəlsin. 8 neçə edir? 12. Doğru bərabərliyi yanılır. Keçirəm bir dənə də bəndə. 7x çıxılsın 3x bərabərdir 2,4. 7x-dən çıxanda 3x elədi 4x. Bərabərdir 2,4. Burada vurdursa hər iki tərəfi 4'ə böləcəm. Bu tərəfi də 4'ə böləm, bu tərəfi də 4'ə böləm. X bərabərdir 2,4'ü 4'ə böləndə neçə edir uşaqlar? 0,6. Qiyməti yerinə qoyub yoxlayırsınız özünüz. Mən bir də yoxlamıram. Bir dənəsinə də baxıram. Verilib 5x plus 4x çıxılsın 3 bərabərdir 6. 5x plus 4x neçə edir? 9x. Uşaqlar, bax bunlar dəyişəndir. 3 sabitdir. 3 ilə heç nə toplayıb çıxa bilmərəm mən dəyişənə. Sadəcə bu sabitləri topladım. 5x plus 4x 9x. Yazdım olduğu kimi qalanlarına mənim işim yoxdur. Çünki UJ 3'ü çıxa bilmirəm. 3 sabit bir ədəddir. Mən dəyişənlə necə sabit çıxa bilim? Aha. Yazıram. Çıx 3'dürsə, hər iki tərəfin üzərinə nə qaymalıyıq? 3'ə əlavə eləməliyik. 9x çıxılsın 3 plus 3 6 plus 3. Minus 3'dən plus 3 getdi, qaldı 9x bərabərdir 9'a. Burada vurdursa hər iki tərəfi bölməliyik 9'a. 9'a da böləndə 1. X'in hansı qiymətində ödəyir? 1 qiymətində ödəyir. Yerinə qoyun, özünüz yoxlayın, doğru olub olmadığını. Baxacam uşaqlar 2 dənə də suala F ilə H-a qalan bəndləri siz özünüz yazın. Verilib 2x plus 2x plus 7 bərabərdir 19. 19. 2x plus x nə edir? 3x. Üzərinə gəlsin 7 olduğu kimi qaldı. Bərabərdir 19. Hər tərəfdən 7'ni çıxıram. Plus 7 çıx 7 getdi, qaldı 3x bərabərdir 19'dan 7 çıxanda eləyir 12.
Burada vırdırsa hər iki tərəfi 3-ə böldük. Qaldı x bərabərdir 4. X-in hansı qiymətini də ödəyəcək? 4 qiymətini də ödəyəcək. Tənliyi də yerinə qoyub baxırsınız. H variantına da baxırıq. 9x çıxılsın x çıxılsın 3 bərabərdir 1. 9x-dan bir dənə x çıxanda elədir 8x çıxılsın 3 bərabərdir 1. Hər iki tərəfin üzərinə 3 gəlirəm. 3 gələndə burada 3 getdi. Üzərinə 3 gələndə elədir 4. Bu vırdırsa hər iki tərəfi 8-ə bölürəm. 4 böl 8. X bərabərdir 2-də 1. Sürətlə məxrəci 4-ə böləndə elədir 2-də 1. Bu aydındır uşaqlar. Keçək. Tənlik yazıb həll etməklə suallara cavab verin. Aha. Gəlin uşaqlar tənlik yazıb həll etməyə çalışaq. Deyir ki, A variantını baxıram. Hansı ədədi 2-yə vurub? Hansı ədədi? Bilirsinizmi? Xeyr. X-i hansı ədədi 2-yə vurub? 2-yə vurub. Alınan hasilə 7 əlavə etdikdə bunun qiymətinə 7-ni əlavə elədikdə plus 7 əlavə etdikdə cəm ona bərabər olur. Bərabər olur 16. Qurtardı. Sizə deyir ki, tənliyi qur və həll elə. Quraq. Qurduq. Həll eləyək. Hər iki tərəfdən 7 çıxıram. X vurulsun 2 bərabərdir 3-ə. Vurmuşamsa hər iki tərəfi 2-yə bölməliyim. Üçü böləndə 2-yə eləyir 1,5. Yox, qurtardı uşaqlar. 1,5 qiymətini də ödəyəcək. Bir dənə də suala baxın uşaqlar. Gəlin D variantına baxaq. Hansı ədədi 5-ə bölüb? Hansı ədədi 5-ə bölüb? Alınan qismətdən 1,6 çıxdıqda, bundan 1,6 çıxdıqda fərq 5-də 2-yə bərabər olur. Bərabər olur 5-də 2. Uşaqlar 5-də 2-ni, bax burada onluq kəsirdi. Bərabərliyin o tərəfində isə adi kəsir. 5-də 2 adi kəsirdir. İkisini də ya adi kəsirə çevirin, ya da ki onluq kəsirə. 5-də 2-ni çevirirəm, onluq kəsirə. Sürətlə məxrəcdə vururam 2-yə 2, 10-a gəlsin. Elədir 10-da 4. Bu da bərabərdir 0,4. Yazdım. İndi burada çıxdırsa hər iki tərəfin üzərinə 1,6 gəlməliyim. X bölünsün 5. Çıxılsın 1,6. Plus 1,6 bərabərdir 0,4 plus 1,6. Çıxla plus 7 qaldı. X bölünsün 5 bərabərdir 0,4-ün üzərinə 1,6 gələndə elədi 2. Bu böl 5-dirsə hər iki tərəfi 5-ə vurmalıyam. X böl 5 vur 5 bərabərdir 2 vurulsun 5. Böl 5-dən vur 5 getdi. Qaldı x seç. X bərabərdir 10. X-in 10 qiymətini də ödəyəcək. Özünüzdə yoxdursunuz, baxırsınız. 10 bölünsün 5 elədi 2. 2-dən də 1,6 çıxanda həqiqətən də 0,4 edir. Qalan tənlikləri uşaqlar özünüz qurursunuz. Tənlikdə dəyişəni tapırsınız. Yəni x-i tapırsınız. 13-cü sual. Görək nə deyir? Deyir ki, Elxanın fikrini mörtəzə edin, müzakirə edin. Müzakirə edin və cavabın doğruluğunu yoxlayın. Bu üsuldan istifadə etməklə verilmiş tənlikləri həll edin. Yaxşı. Nə deyir? Deyir ki, 9 çıxılsın 2x bərabərdir 5 verilmişdir. 2x bərabərdir 9 çıxılsın 5 verilib. 2x bərabərdir 4. Bu formada verilib. 2x məhsul çıxılandır. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Düz. Gəlin bir dənə Elxanın verdiyi fikirlə yazaq.
Uşaqlar, baxın, indiyə kimi işlədiyimiz suallarda x bölünsün, x vurulsun. Bax, 5 bölünsün x formasına rast gəlmədik. Düzdür? X mütləq şəkildə birinci gəldi. Vurmada düzdür. 2 vurulsun x verilə bilər. Vurmada biz bilirik ki, vurğuların yerini dəyişdikdə qiymət dəyişmir, düzdürmü? 2 vur x-dən x vurulsun. 2-nin heç bir fərqi yoxdur. Yəni, x yenə də birinci gəlib. Bölmədə amma uşaqlar, x böl 5-dən 5 bölünsün x-in böyük bir fərqi var. Biz həmişə sizinlə x böl keçdik. X böl 3, x böl 4 bu sualların içərisində, hətta sadə təminləri işləyəndə də x böl formasından danışdım. Yəni x birinci gəlirsə, yəni bizdə bölən x məhsul idi. Bölünən məhsul deyildi. İkinci məhsul deyildi. İndi isə bax bu sualda ikincini məhsul verir. Bölməklə verməyib, hələlik çıxmaqla verir. Çıxılanı məhsul verir. Amma digərlərində azalanı, həmişə azalan məhsul idi. Gəlin yazaq. Verilib bizə. Deyir ki, 23 çıxılsın 4x bərabərdir 7. Uşaqlar, 4x birinci gələndə asan idi. Derdim ki, hər tərəfdən 23'ü çıx, işdə. O rahat idi. Amma uşaqlar, indi 4x ikinci gəlib. Bəs nə edə bilərik? 4x ikinci gəlibsə, azalan, çıxılan, alınan cavabımız fərq, düzdürmü? Uşaqlar, çıxılanı tapmaq üçün nə ayırırdıq? Azalandan fərqi çıxırdıq. Yəni, bundan bunu çıxırdıq, düzdür? Gəlin qayda ilə deyək. Çıxılanı tapmaq üçün, bunu tapmaq üçün azalandan fərqi çıxırdıq. 23'dən 7'ni çıxırdıq. Səbəb niyə? Bax, siz ibtidaidə də keçmişsiniz. İndi keçməmişsiniz bunu. Qayda dəftərinizdə də yazmışsınız ki, çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Düzdürmü? Belə bir qaydanız var. Səbəb niyə azalandan fərqi çıxırıq? Baxın uşaqlar, deyirəm ki, təsəvvür edin, mənim əlimdə 23 dənə qələm var. Gözləyin, uşaqlar, bir iki dənə də qələm götürüm ki, heç olmasa uyğun gəlsin. Deyirəm ki, mənim əlimdə 23 dənə qələm var. Düzdür, azıq bir qələm var uşaqlar. Tutaq ki da 23 dənə qələm var. Gəldin sən, götürdün nə qədərsə. Bax, bunu bilmirəm nə qədər götürmüsən. Götürdün nə qədərsə. Heç baxmadım, görmədim ki, nə qədər götürmüsən. Nə qədərsə götürdün, gördüm, əlimdə qaldı bərabərdir nə? 7 dənə qələm qalıb cəmi. Dedim, görəsən sən nə qədər götürmüsən mənim əlimdən qələmi? Neçə dənə qələm götürdün, getdin? Onda əvvəl məndə nə qədər vardı? 23, düzdürmü? Bu qədər. Bu qədər ümumilikdə. 23'dən çıxaram məndə qalanı. 7'ni, məndə 7 dənə qalmışdı, düzdürmü? 7 dənəsini çıxaram. Deyərəm, sənin götürdüyün nə qədərdir? Bax, bir daha deyirəm. Cəmi bu qədər qələmdir. Sən götürdün, bu qədər qaldı məndə, bu qədər. Düzdürmü? Sən çıxdın, bunu çıxdın, məndə qaldı bu. Onda mən sənin çıxdığını tapmaq üçün ümumidən deyərəm, məndə qalanı çıxsam, səndəyini verəcəkmi? Sənin götürdüyünü. Onda ümumidən məndə qalanı çıxıram. Yəni, alınan cavabı çıxıram, fərqi çıxıram. Aha, 23'dən çıxdım 7. Deyirəm, sən neçə dənə götürmüsənmiş? 16 dənə. Həqiqətən də 16'sını çıxanda 7'yə bərabər olur. İndi burada vurdursa hər iki tərəfinə ayıracam. Böləcəm 4'ə. 4'ə böləndə elədi. X bərabərdir 4'ə böləndə elədi 4. X'in 4 qiymətini də ödəyir. Yoxla, qoy yerinə gör doğrudur. 23 çıxılsın. 4 vur 4. 4 vur 4 elədi. 16, 23'dən 16 çıxanda elədi 7. Doğru, bərabərdə yanılır. Düzdür. Keçək, bir dənə də bəndə baxıram uşaqlar.
Eyni tip suallar gəlir. Yəni də eyni. Birinci azalınan fərqi çıxırsınız. Sonra ardını işləyirsiniz. 8 çıxılsın 5 qız. Bir dənəsini də həll edirəm uşaqlar. Bərabərdir 2. Azalan, çıxılan fərq. Çıxılan tapmaq üçün azalandan fərqi çıxmalıyıq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalıyıq. Bax, bir daha deyirəm. 8 dənə qələmin var. Nə qədər gəldin, götürdün. Bilmirəm nə qədər götürdün. Deyirəm, hə, qaldı məndə 2 dənə cəmi qələmim qaldı. Onda 8 dənədən ikisini çıxsan, qalacaq sənin götürdüyün. Aha, elədir. 8 çıxılsın 2 neçə edir? 6. 5x bərabərdir 6-ya. X bərabərdir. Burada vurdusa hər tərəfi böləcəm. 6 bölünsün 5-ə. X bərabərdir 1/5-də 1. Yəni 1/2. Aydın uşaqlar. Bu formada təyin olunur. Yerdə qalan bəndləri özünüz işləyirsiniz. Riyaziyyat tarixindən verilən hissəni özünüz okursunuz uşaqlar. İndi burada da 14-cü, 15-ci, 16-cı məsələ verilib. Bir də mən 15-i həll edəcəm uşaqlar. Lap 16-da ola bilər. 14-ü özünüz oxuyun. Uzun sualdır. Mən oxumuram. 15. 15-ci sualda nə deyir? Uşaqlar, mövzunu bəyənsəz bəyənməyi unutmayın. Mövzuya bəzən baxırsınız, bəyənməyi unutursunuz uşaqlar. Bəyənin ki, heç olmasa, yəni mən də bilim ki, bəyənən var da mövzunu. Düzdürmü? Samirin yaşı bacısının yaşının 3 mislindən 2 vahid çoxdur. Samirin 11 yaşı varsa, bacısının neçə yaşı var? Bacısının neçə yaşı var? X. Deyir ki, bacının X. Bacı X. Bacını bilməm. Samir. Samirin yaşı bacısının yaşının 3 mislindən. Bacısının yaşının 3 misli. 3 misli nə deməkdir? 3-ə vurulması düzmü? Dönmü? Bacısının yaşını vurdum 3-ə. 3 mislindən 2 vahid çoxdur. Yəni, üzərinə də 2 gəlsəm, Samirin yaşını verəcək. Deyir ki, Samirin 11 yaşı varsa, yəni Samirin yaşı bərabərdir 11-ə. Sötənliyi əldə edirəm. Hər iki tərəfdən 2 çıxıram. 3x bərabərdir 9. X bərabərdir. Hər iki tərəfi 3-ə bölürəm. X bərabərdir 3. Bacısının 3 yaşı var imiş, Samirin də 11 yaşı var imiş. Keçirəm uşaqlar 16-cı sualın tənliyini də yazıram. 16-da bizə nə deyir? Görək. On 6-cı sualda deyir ki, Səbinə fikrində bir ədəd tutdu. Uşaqlar, ədəd tutdu deyəndə x. Bu ədəddən 2 çıxıb, alınan fərqi 3-ə vurduqda, alınan fərqi deyirsə uşaqlar, mürtəzəyəm. Alınan fərqi 3-ə vurduqda 18 alınır. Uşaqlar, tənliyi yaz. Həll eləmək qaldı. Hər iki tərəfi böldüm 3-ə. X çıxılsın 2 bərabərdir 6-ya. Hər iki tərəfində üzərinə 2 gəlirəm. 6 plus 2. X bərabərdir 8'ə. X'in 8 qiymətində ödəyir. Səbinə demək fikrində hansı ədədi tutub? 8 ədədini tutub. Fikrində hansı ədədi tutub? 8. Qurtardı uşaqlar. Aydın uşaqlar bu. Bu formada tənliklərinizin hər birini həll edirsiniz. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.